Salam, hər vaxtınız xeyir olsun. Dəyərli dövlət qulluğuna hazırlaşan namizədlər. Biz bugün korrupsiya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununa edilən əlavələri, dəyişiklikləri sizin nəzərinizə çatdıracaq. Həmçinin də əsas yadda saxlamalı olan məqamları qeyd edəcək. Yadda saxlayın ki, dövlət qulluğu haqqında qanunda yaxud da dövlət qulluğu proqramında hansısa qanuna əlavə dəyişikliklər edildikdə onlar imtahana düşür. Yəni imtahana düşmə ehtimalı daha çoxdur. Çünki o hissələrdən bəzi tələbələrin, bəzi namizədlərin məlumatı olmadığına, köhnə materialdan oxuduqlarına görə səhv yazırlar. Ona görə də DİMON nəzərə alaraq əlavə dəyişikliklər ediləndə o hissəni daha çox imtahana salırlar. Dedik ki, baxın, birincisi dövlət qulluğu korrupsiya qarşı mübarizə haqqında qanunda qanunun məqsədi var. Məqsədi dedik nədir? Baxın, 3 dənə məqsədi var. Dedik ki, dövlət orqanlarına əhalinin etimadı möhkəmləndirilməsidir. Peşəkar kadrların dövlət orqanlarına, dövlət qulluğuna girməyə həvəsləndirmədir. Həmin şəxslərin korrupsiya və hüquq pozmalarının törədilməsini istisna edən şəraitin yaradılmasıdır. Bu bir. Sonra korrupsiya riski əlavə edilib. Korrupsiya riski nədir? Korrupsiya hüquq pozması və korrupsiya şərait yaradan hüquq pozmasının törədilməsi ehtimalı hələ yaranmayıb. Yəni o ehtimalı əgər nəzərdə tutursa, bu korrupsiya riskini əhatə edir. Bir də risklərin idarə edilməsi. Görək necə idarə edilir? Dedik o risklərin azaldılması məqsədi ilə korrupsiya risklərinin və həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, eləcə də həmin risklərin təhlilidir, qiymətləndirilməsidir, qarşısının alınması üzrə nələrdir? Tədbirlərdir, görüləsi tədbirlərdir. Və struktur bölmələri yaradılır. Dedik, korrupsiya hüquq pozmaları ilə bağlı məlumatların qəbul edilməsidir, araşdırılmasıdır. O korrupsiya qarşısının alınmasıdır, maraqların toqquşması üzrə konfidensial məsləhət verilməsidir, korrupsiya risklərinin idarə edilməsi və dedik, həmin o funksiyaları həyata keçirən bir və ya bir neçə struktur bölmə və yaxud da səlahiyyətli struktur bölmə və ya səlahiyyətli şəxs nəzərdə tutulur. Korrupsiya hüquq pozmasının subyektləri olduğu kimidir. Baxın, dedik ki, korrupsiya hüquq pozmasında burada əsas nəyə diqqət yetiririk? 8 dənədir, 10 bənddən ibarətdir. Burada dedik ki, 8-ə qədər olanlar vəzifəli şəxslər hesab edilir. 9-10 nədir? Vəzifəli şəxs sayılmır. Yəni, subyektdir sadəcə. Bu hansıdır? Öz nüfuzundan, əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi nemət imtiyazı güzəştləri əldə edən şəxslərdir. Bir də vəzifəli şəxsə qanunsuz olaraq maddi nemət imtiyazı güzəştləri təklif edən və ya vəd edən, yaxud fiziki və hüquqi şəxslərdən və ya belə hərəkətlərə vasitəçilik edən şəxslər nə idi? Korrupsiya hüquq pozmasının subyektidir. Baxın, öz nüfuzu görürüksə, vəzifəli şəxsə qanunsuz olaraq maddi nemət imtiyazı görürüksə, bunu vəzifəli şəxs yox, subyekt götürür. Amma yerdə qalan bunların hamısı nədir? Korrupsiya hüquq pozmasının subyektindən vəzifəli şəxslərdir. Bir də ki, bir də baxırsınız testlərdə düşür ki, Azərbaycan dövlət orqanlarına, qanunvericiliklə, daha doğrusu yerli özünə yönetmə orqanlarına qanuna müəyyən edilmiş qaydada seçkili vəzifəli namizədliyi qeydə alınmış şəxslər deyəndə bu səhv sualdır. Yəni səhvdir. Bu niyə səhvdir? Çünki seçkili vəzifələrin namizədliyi deyəndə bunu nə götürürük? Dövlət orqanları, yəni yerli özündə idarəetmədə seçkili vəzifələr namizədliyi yoxdur. Və seçkili vəzifələr deyirsə qanunla götürürük. Yerli özündə idarəetmə deyirsə qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özündə idarəetmə orqanlarına seçilmiş və ya təyin edilmiş şəxsləri götürürük. Sonra qanunun tətbiq dairəsi var, dedik Azərbaycan Respublikasının ərazisində bütün fiziki və hüquqi şəxslərə. Fiziki şəxs deyəndə bilirik ki, bura əcnəbi də aiddir, vətəndaşlığı olmayan şəxs də aiddir, Azərbaycan Respublikasının vətəndaşı da aiddir. Həmçinin də Azərbaycan Respublikasının ərazisindən kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarıdır. Bir də Azərbaycan Respublikasından qeydiyyatdan keçmiş Azərbaycan Respublikasının qeydiyyatdan keçmiş hüquqi şəxslərdən ibarət hüquqi şəxslərə tətbiq olunur. Nəyə uyğun olaraq? Dedik, tərəflər çıxdığımız beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir. Görək, korrupsiya qarşı mübarizəni kimlər həyata keçirir? Baxın, əgər ümumi şəkildə soruşursa, deyirik, korrupsiya qarşı mübarizəni dövlət orqanlarıdır, onların vəzifəli şəxslərdir ki, öz səlahiyyətləri çərçivəsində korrupsiya qarşı mübarizəni həyata keçirirlər. Amma ixtisaslaşdırılmış orqan deyiriksə bunu, ixtisaslaşdırılmış orqan deyiriksə, komissiyanı götürür. İxtisaslaşdırılmış orqan deyirsə, bu funksiyanı kim həyata keçirir? Korrupsiya qarşı mübarizə üzrə komissiya. Sonra dedik ki, əgər bu korrupsiya hüquq pozmalarının törədilməsində inzibati və cinayət məsuliyyəti yaradacaq hallar müəyyən edilirsə, onda korrupsiya qarşı mübarizəni kim həyata keçirir? Hüquq mühafizə orqanları. Komissiyada
dedik ki, yenə Dövlət Qoyunları İdarəsi Şurası kimidir. E, Amma burada 15 üzvdən ibarətdir, düzdür, bu düşmür, nə də burada yoxdur. 15 üzvdən ibarətdir, 5-ini icra, 5-ini qanunvericilik, 5-ini də məhkəmə hakimiyyəti orqanları tərəfindən vəzifəyə təyin edilirlər. Səlahiyyəti də qanuna təsdiq edilmiş, əsasnamə ilə müəyyən edilir. Korrupsiyanın qarşısının alınmasında dedik ki, o tələblər var, mali xarakterli tələblər. Mali xarakterli tələblərdə mütləq göstərilməlidir nələr? Özdən nə vaxt təqdim edilib? Dedik, vəzifəli şəxslər ə, həmin bu qanunvericiliklə müəyyən edilmiş qaydada bu məlumatları nə etməlidirlər? Təqdim etməlidirlər. Baxın, borc deyirsə 5500 manat götürürük. 5500 manatdan yuxarı olan borcudur. Mali xarakterli öhdəliyi deyirsə 1100 manatdan yuxarını götürürük. Yaxud da kredit təşkilatında əmanətləri, qiymətli kağızlar və digər maliyyə vasitələri varsa onu götürürük. Vergi tutumu obyekti olan əmlakı barədə növün mənbəyi, məbləği göstərməklə hər il özgəriləri barədə məlumatları da nə etməlidirlər? Təqdim etməlidirlər. İndi bunları özünüz oxuyacaqsınız. Yəni əsas diqqət yetirilməli, yadda qalan yaxud da imtahana daha çox çaşdırıcı düşən sualların mahiyyətlərini sizə izah verməyə çalışıram. Dedik ki, əgər mali xarakterli tələbləri, tutaq ki, dövlət qulluqçusu nə edir? Vaxtında təqdim etmir, yaxud təhrif olunmuş qaydada üzürsüz səbəbdən qəsdən gecikdirir, yaxud da natamam təhrif olunmuş qaydada təqdim edirsə, ilk növbədə dövlət qulluqçusu həmin bu mali xarakterli tələblərin vaxtına təqdim etməməsinin hüquqi nəticəsi barəsində xəbərdarlıq edilir. Qanunvericiliklə edilmiş qaydada xəbərdarlıq edilirlər. Əgər bu xəbərdarlığa əməl etmirlərsə, yəni yenə də həmin o mali xarakterli tələbləri qanunsuz gecikdirirlərsə, üzürsüz səbəbdən, yaxud da təhrif olunmuş qaydada natamam şəkildə təqdim edirlərsə, intizam məsuliyyətinə səbəb olunması üçün əsas ola bilər. Sonra bir də yaxın qohumlarla birgə işləməyə yol verilməməsidir. Burada istisna var. İki halda işləyə bilərlər. Hansı halda? Bir, seçkili vəzifələr əgər seçkili vəzifələrə təyin edilirlərsə və ya qanunvericiliyə nəzərdə tutulan digər hallar yaranırsa, bu hallarda işləyə bilərlər. Bu hallardan başqa dedik, vəzifəli şəxslərin yaxın qohumları bilavasitə onların tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Əgər tuturlarsa, bu tələb pozulursa, nə olacaq? Onlara vaxt verilir ki, 30 gün müddətinə vaxt verilir ki, bu hal könüllü şəkildə aradan qaldırılsın. Əgər aradan qaldırılmırsa, ya tabelikdə olan vəzifəyə keçirir o həmin o şəxslərdən biri, ya da həmin o şəxslərdən biri tutduğu vəzifədən azad edilir. Əgər azad edilirsə, digər idarə müəssisə təşkilatlarda vəzifə tuta bilərlər. Yəni burada heç bir məhdudiyyət yoxdur ki, burada vəzifədən çıxarıldı, yəni səlahiyyətinə xitam verildi, digər yerdə işləyə bilməz. Xeyr. Hədiyyə alma ilə bağlı. Burada da dəyişikliklər var. Yadda saxlayın. Baxın, əvvəl nə deyirdik? Əvvəl deyirdik ki, əgər vəzifəli şəxsə ondan asılı olmayan səbəbdən maddi nemət, imtiyaz, güzəşt və yaxud da digər dedik ki, hədiyyələr verilirdisə, nə edəcəkdi? Ondan imtina etməli idi. Ondan asılı olmayan səbəbdən verilirdisə, daha doğrusu ondan asılı olmayan səbəbdən verilirdisə, nə edirdi? Birbaşa rəhbərinə məlumat verirdi, köhnədə belə idi. Birbaşa rəhbərinə məlumat verirdi və həmin o maddi nemət, imtiyaz, güzəşt də dedik ki, qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilirdi. Amma indi burada belə deyil. Dedik ki, dövlət qulluqçusuna, vəzifəli şəxsə, daha doğrusu vəzifəli şəxsə qanunsuz olaraq təqdim olunmuş maddi nemət, imtiyaz və güzəşt verilirsə ondan imtina edir. Amma ondan asılı olmayan səbəbdən verilirdisə, nə edəcəkdir? Səlahiyyətli struktur bölmənin rəyini öyrənməlidir. Həmçinin də dedik ki, əgər vəzifəli şəxs sadə qonaqpərvərliklə bağlı qərara gələ bilmirsə, yenə də burada nə edəcək? Səlahiyyətli struktur bölmənin yaxud da şəxsin nə etməlidir? Rəyini öyrənməlidir. Baxın, əvvəl nə deyirdik? Birbaşa rəhbərin rəyini öyrənməlidir. Amma indi nədir? Səlahiyyətli struktur bölmənin rəyini öyrənməlidir. Burada da bir il müddətində dedik vəzifəli şəxs bir il ərzində hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği nə qədərdir? 55 manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin dedik ki, məbləğdən yuxarı olan hədiyyələr şəxsin
vəzifəsini həyata keçirdiyi nəyə aiddir? Orqana məxsus hesab edilir. Sonra baxın, dedik ki, bir nə var idi burada əsas təzə əlavə 8-1 əlavə olunub, həmin o qurumların fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi. Dedik, korrupsiya risklərinin idarə edilməsi məqsədi ilə struktur bölmə şəxs müəyyən edilir, bayaqları dedik. Həmçinin dedik, həmin o risklərin idarə edilməsi prosesində xüsusi bilik və bacarıq tələb edən mütəxəssislər cəlb edilirlər. Həmin o qurumlar, orqanlar hər il yanvar ayının 15-dən aprelin 15-nə dək nə edəcək? Əvvəlki ili əhatə edən korrupsiya risklərinin müəyyən edilməsidir, təhlilidir, qiymətləndirməsini aparır. Apardıqdan sonra həmin hüquq pozmalar haqqında daxil olan müraciətlərin ümumiləşdirilməsinin nəticələrinə əsasən dedik ki, məsəl üçün həmin o fəaliyyətdən daha çox şikayətin daxil olduğu struktur bölməni və yaxud da tabeliyində olan qurumda olan rəhbərin qərarına əsasən digər müddətlərdə də o risklərin müəyyən edilməsinin təhlilini və qiymətləndirməsini həyata keçirir. Və bu qiymətləndirmənin, təhlilin həyata keçirilməsi zamanı bir sıra məlumatlar əsas götürürlər. Görək bunlar hansı məlumatlardır? Baxın, dedik hansı məlumatlar əsas götürürlər, yəni nəzərə alırlar. Fiziki və hüquqi şəxslər arasında keçirilən sorğuların nəticələrini nəzərə alırlar. Sonra orqanın, qurumun fəaliyyətini tənzimləyən hüquqi aktları nəzərə alırlar. Korrupsiya haqqında hüquq pozmalar haqqında daxil olan müraciətlərdə və həmin müraciətlər əsasında aparılan araşdırmanın nəticələrini nəzərə alırlar. Mediada həmçinin dediyi internet informasiya ehtiyatlarında o şəbəkələrdə yayılan informasiya və korrupsiya risklərinin müəyyən edilməsi üçün müəyyən mənbələr göstərilir. O mənbələrin məlumatları da nəzərə alınır. Həmçinin dedik o müəyyən maliyyə nəzarəti tədbirləridir, yaxud da kənar dövlət maliyyə nəzarət tədbirlərinin yaxud məcburi və ya könüllü auditin nəticələri də nəzərə alınır o risklərin idarə edilməsində. Həmçinin də dedik, həmin o qurumların fəaliyyəti üçün xarakterik olan, mütəmadi olaraq baş verən korrupsiya şərait yaradan hallardır. Yaxud da orqanın, qurumun fəaliyyətinə dair inzibati məhkəmə icraatında baxılan inzibati mübahisələrin sayı varsa, predmetidir, yaxud da ona müvafiq, onunla bağlı müvafiq qərarlar qəbul edilibsə, həmin qərarlar da dedik, neyinir? Nəzərə alınır. Bu riskləri müəyyən etdilər, hədəfləri aşkarladılar, yaxud da qiymətləndirməsinin nəticələri ilə bağlı cari il üçün nə ediləcək? Tədbirlər, həmçinin də əvvəlki il üzrə müəyyən edilmiş tədbirlərə dair görülmüş işlər barədə məlumatlar hansı müddətə qədər komissiyaya təqdim edilir? İyunun 1-nə qədər. Baxın, yanvarın 15-dən aprelin 15-nə qədər o cari il üçün qiymətləndirmə aparılır. Amma həmin o nəticələrlə bağlı, yaxud müəyyən edilmiş tədbirlərlə bağlı iyul ayının, iyunun 1-nə qədər komissiyaya hesabat təqdim olunur. Yəni, komissiyaya təqdim edirlər. Komissiyada nə edəcək bu risklərlə bağlı? O korrupsiya riskidir, risklərə uyğun müəyyən edilən hədəflərdir, o risklərin, hədəflərin qiymətləndirilməsidir, nəticələr və yaxud da nəticələridir, görülmüş tədbirlər barədə nə edəcək? Dövrü olaraq ictimaiyyətə açıqlamalar verir. Belə, bu yeni əlavələrdir. Həmçinin də sonra baxın, əsas imtahana, hər imtahana bir dənə düşən sual nədir? Korrupsiya hüquq pozmaları. Şərait yaradan, bilavə isə korrupsiya hüquq pozması. Burada hamısını, məsəl üçün, əgər əzbərləyə bilmirsinizsə, ümumiyyətcə mən əzbərə qarşıyam, əzbərləmək yox. Mahiyyətini tam dərk edib öyrənə bilmirsinizsə, ən azı açar sözlərlə yadda saxlayın necə. Baxın, bilavasitə korrupsiya hüquq pozmasında, ümumiyyətcə korrupsiya hüquq pozmaları dedik, bilavasitə korrupsiya hüquq pozmasına və korrupsiya şərait yaradan hüquq pozmalardan ibarətdir. Bilavasitələr hansıdır? Baxın, vəzifəli şəxsin xidməti vəzifəsinin səlahiyyətlərinin icrası ilə əlaqədar. Hər birində var. Vəzifəli şəxsin səlahiyyətinin icrası ilə əlaqədar. Vəzifəli şəxsin, görürsünüz, hamısında var. Hamısında var 2 dənəsindən başqa. Hansıdır? Müəyyən mükafat müqabilində vəzifəli şəxsin, görürsünüz, yenə var. Müəyyən mükafat müqabilində vəzifəli şəxsin. Bu oldu nə? Bilavasitə korrupsiya hüquq pozması. Amma şərait yaradanda bir dənəsində vəzifəli şəxs var, xidməti vəzifəsi. O da hansıdır? Elmi pedaqoji yaradıcılıq fəaliyyət hissinə olmaqla ödənişli vəzifə tutmaq, fəaliyyət növü ilə məşğul olmaq. Bu şərait yaradandır. Amma şərait yaradanda sözlər genişdir. Baxın, qurum görürüksə, görürsünüz, hamısında qurum var. Əvəzçilik üzrə işləmək görürüksə, qurum, fiziki hüquqi şəxs görürüksə, yaxud da görürsünüz, yenə fiziki hüquqi şəxsdir. Sonra qurum görürüksə, yenə sahibkarlıq fəaliyyəti görürüksə, bunların hamısında nə götürürük? Qanunvericiliklə görürüksə, dövlət orqanları, qanunlar və digər normativ hüquq akt görürüksə, hamısı nədir? Şərait yaradan. Korrupsiya şərait yaradandır.
Sonra ə, korrupsiyada başqa nələr düşür? Məsəl üçün tutaq ki, korrupsiya hüquq pozması ilə bağlı məlumat verən şəxsin təminatı var. Məlumat verən şəxs dedik ki, korrupsiya ilə bağlı məlumat verən şəxsin konfidensiallığı saxlanılmalıdır. Kim tərəfindən? Tutaq ki, komissiya məlumat veribsə, komissiya tərəfindən idarə daxili qaydada verilibsə, orada dedik ki, kimlər idi? O struktur bölmə idi, yaxud onların rəhbərləri dedik, korrupsiya məlumat verən şəxsin konfidensiallığını nə etməlidir? Təmin etməlidir. Nə zaman konfidensiallıq açıla bilər? Həmin o məlumat verən şəxsin yazılı, əgər yazılı ərizə ilə müraciət edirsə ki, hə, mən istəyirəm, mənim konfidensiallığım açılsın, o zaman onun konfidensiallığı açıla bilər.